İslam Azəri'nin info video rubrikası təqdim edir. Bugün artıq Rəcəb ayının birinci günüdür. Rəcəb ayı İslam aləmində mühüm aylardan biri hesab edilir. O, xüsusi əməlləri ilə yanaşı, həm də mövlud, şəhadət və digər tarixi əhəmiyyətli günlərlə zəngin bir aydır. Rəcəb ayının biri İmam Baqirin mövludu, üçü İmam Hadinin şəhadəti, onu İmam Cavadın mövludu, 13-ü İmam Əlinin mövludu, 15-i xanım Zeynəbin vəfatı, 25-i İmam Musa Kazımın şəhadəti günləridir. Həmçinin Rəcəbin 27-si Həzrəti Muhammədə Peyğəmbərliyin verildiyi, yəni məbəs günüdür. Bundan başqa bu ayda Kufə şəhəri İmam Əli tərəfindən xilafətin paytaxtı seçilmiş, Təbuk qəzvəsi, Yarmuk döyüşü baş vermiş, Xeybər qalası fəth edilmiş, həmçinin İmam Hüseyn Rəcəb ayında Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Allahın salam və salavatı olsun əziz Peyğəmbərimizə və onun pak ailəsinə. Həmçinin qeyd edək ki, əziz Peyğəmbərimiz hədislərin birində mübarək Rəcəb ayını Şəhrullah, yəni Allahın ayı adlandırıb. Rəcəb ayının özünə məxsus əməlləri də var. Ayın ilk gecəsi və günü münasibəti ilə, həmçinin gündəlik zikirlər, oxunan dualar, edilən əməllər, tutulan oruclar, alınan qüsullar barəsində islamazəri.com saytına daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Allah bu üç mübarək ayda, Rəcəb, Şaban və Ramazan aylarında yerinə yetirəcəyiniz bütün əməlləri qəbul etsin. Amin.